Federasiyasının polislərinin sənədləri yoxlama hüququ haqqında danışacağım sizə. Bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın ki, bu cürünə lazımlı məlumatlardan istifadə edə biləsiniz. Hər hansı bir polis əməkdaşı sizə yaxınlaşanda ilk öncə ad familiyasını deməlidir və rütbəsini təqdim etməlidir və sənədini göstərməlidir. Və bundan sonra isə sizi hansı səbəb üzrə saxladığını sizə bəyan eləməlidir ki, sizə biləsiniz. Bu üç əsas səbəbdən biri isə siz axtarışda olan hansısa bir şəxsə oxşarlığınız ola bilər. Bu səbəbə əsasən saxlaya bilərlər və ya sizin ehtimal edirlər ki, hansısa bir qanunu pozduğunuz barədə məlumatları var və sizi saxlayıb sənədinizi yoxlayırlar. Üçüncü isə inzibati qaydanı pozduğunuz üzrə təsəvvür edirlər. Hansısa bir qaydanı həqiqətən də pozmuşsunuz. Və bu üç səbəbə əsasən sizə yaxınlaşıb sizdən sənəd tələb edə bilərlər. Amma olur ki, yol getdiyin yerdə səni saxlayırlar sənədini yoxlamaq üçün. Yəni, bu səbəblərlə üzləşəndə burada Rusiya Federasiyasında təzə gələnlərə aiddir, burada təzə yaşayanlara aiddir və ya bura səfər eləmək istəyənlərə də aiddir. Yəni, polislərlə sporlaşmaq lazım deyil. Ümumiyyətlə, spor heç vaxt hansısa bir normal nəticə gətirib çıxarmır. Ona görə də əgər sizdən tələb olunursa ki, sənədlərinizi təqdim eləyin, rahat şəkildə sənədlərinizi təqdim eləyin. Sənədləriniz yoxlanılandan sonra isə sizi buraxacaqlar. Mən burada neçə ildir yaşayıram, məndə olmayıb ki, mənim sənədlərimi yoxlayandan sonra isə problem yaşatsınlar mənə ki, yəni gəl gedək şöbəyə, orada yoxlayaq. Yəni çox az bir, nadir bir hallarda belə olur. Ona görə bura gələndə buranın qanunvericiliyi haqqında maraqlanın, immiqrasiya qaydaları haqqında maraqlanın. Bir də burada immiqrantların da öz haqları, hüquqları var və bunlar haqqında da maraqlanın ki, burada normal şəkildə yaşaya biləsiniz və bura adaptasiya ola biləsiniz. Bu videonu paylaşın, bəyənin və mənim Telegram kanalım haqqında demək istəyirəm axırda sizə. Rusiya Federasiyası haqqında məlumatlar paylaşıram, psixologiya, fəlsəfə, uğur, motivasiya haqqında da postlar olur. Mən TikTok səhifəmə daxil olun, link vasitəsilə Telegrama daxil ola bilərsiniz. Orada hər bir postun altında şərh yazmaq da olur. Öz rəylərinizi bildirə bilərsiniz və suallarınızı da verə bilərsiniz.